Ailədə sevgi görməmişəm, qayğı istəmişəm, ancaq ala bilməmişəm. Bu məni ciddi narahat eləyib. Sənə xoşbəxtliyinə mane olan tərəfi sənə göstərmək istəyirəm. Bizə çıxartmaq istəmədiyimiz hər şey şuur altındadır. Uşaqlıqda kimsə problem törədib, mən onun cavabını verə bilməmişəm, özümdə saxlamışam. O girdi şuur altıya. Nəyisə istəmişəm, əldə eləyə bilməmişəm. İçimdə bir narahatlıq qalıb, onu yığmışam şuur altıya. Bir şeydən qorxmuşam, özümə etiraf eləyə bilməmişəm o qorxunu. Özümü müdafiə eləyə bilməmişəm, haqqı deyə bilməmişəm, susmuşam və nəticədə özümün alçaldığını hiss eləmişəm və bunu örtbasdır eləmişəm. Bunu salmışam zirzəmiyə. Bütün qara keçmişimiz hamısı o zirzəmidədir. Onun müəyyən təsirlərini sən həyatının müəyyən hissələrində başlayırsan görməyə. Görürsən ki, sən nədənsə qorxursan, nədənsə çəkinirsən, həyatdan məmnun deyilsən, təşviş hissi var səndən, heç nə səni qane eləyə bilmir. Həmişə deyingənsən, həmişə həyatından narazısan, heç kəsi yaxşı insan görmürsən və bu cür sənin beyninə fikirlər və hisslər gəlir ki, sən o hisslərin kökünü bilmirsən. Onların çoxu zirzəmidən qaynaqlanır. Hamısı çıxıb o zirzəmidən. Sən o vaxt xoşbəxt olursan ki, zirzəmidə olan problemləri sən çözmüş olursan. Şuur öz aləmindədir. O hər şeyi elə bilir ki, düzgün gedir. Ancaq o problemlərin kökü şuur altıdadır. Sən necə kitab oxuyursan, biri mənə oxuduğu kitablarını desin, 80% mən bilirəm ki, bu insan necə düşünür, bu insanın həyatı necədir, bu insanın gələcəyi necə olacaq. Oxuduğun kitablar sənin ciddi müəllimindir. Sən müəllimin sözlərinə sözsüz qulaq asırsan.